Allah buyurur, ey iman gətirənlər, əgər bir fasik sizə xəbər gətirərsə, onu araşdırın, dəqiqləşdirin. Hucurat surəsi 6-cı ayə. Allah da diğer ayede buyurur, bilmediğin bir şeyin ardınca gitme. Çünkü kulak, göz, kalp, bütün bunların hamısı soru-sual olacaqdır. İsra suresi 36. ayet. Bu ayet bize neyi öğretir? Her eşittiğine inanma, danışma, kalbini ve dilini korumak için məsuliyyət daşıyırsan. Belki insan hem özünü günahtan koruyar, hem de başkalarının hakkını nedir? Tapdalamaz. Ona göre bu cür insanlardan mümin uzak durmalıdır. Ramazanda özünü koruduğu kimi Ramazandan sonra da özünü korumalıdır. Ne gidiyor? Onlara karşı değil, özünüzü koruyun böyle insanlara karşı. Kulaklarınızı bağlayın, yani onları dinlemeyin. Dilinizi koruyun. İnsanlar hakkında yaxşı zənn edin. Böylelikle hem özünüzü koruyarsınız, hem de cəmiyyətin salamat qalmasına səbəb olarsınız. Başkasının namusuna dil uzatan, xəstə nəfisli, pis xasiyyətli, düşüncəsi azmış, həyasız, mürüvvətsiz və dini zəif insanlardır. Qəlbində kin yığılmışdır. Rahatlıq tapmaz, dinclik bilməz, baxın, qərar tutmaz. Ta ki öz xəstəliyini yeyənə qədər və sonda Allah onun özünü həmişə zəll edir belə insanları. Bu deyir, ölü vicdanlı deyil, ölü vicdanlı insanların işidir. Mümin isə Allahdan qorxan, insanların namusu barəsində Allahdan qorxar. Bu cür yalancı, böhtancı insanlardan uzaq durar, qulaqlarını bağlayar. Çünki onlar xəstədirlər. Belə etsəniz, həm özünüzü qoruyarsınız, həm də xeyir qazanasınız. Allahdan salamatlıq və afiyət ilə daim. Allahdan salamatlıq, afiyət ilə daim. Dedikodu və söz gəzdirmə, xəstəliyinə qarşı mübarizədə ilk adımlardan biri qəlbləri Allah qorxusuna tərbiyə etməkdir. Allahdan qorx hər bir əməlində. Müsəlman hər deyilənə qulaq asan biri olmamalıdır. Əksinə, yaxşı zənn etməlidir. Belə olduqda yalan danışanların və gizində fitnə yayanların yolu bağlanır.